Salam, hər vaxtınız xeyir olsun. Bu videoda Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün nəşr etmiş olduğu Buraxılış İmtahanı Hazırlıq test kitabçasından bir məchulun tənliklər və məsələlər mövzusunun izahını paylaşacağam. Birinci sualda deyir, A parametrinin hansı qiymətində AX bərabər 7 tənliyinin həlli yoxdur. Burada gəlin xətti tənliklərdə nə vaxt həlli yoxdur, nə vaxt sonsuz sayda həlli var, nə vaxt yeganə həlli var deyək. AX plus B bərabərdir 0 tənliyində A sıfırdan fərqli olarsa bu zaman yeganə həlli olur. Əgər A sıfıra bərabər, B də sıfıra bərabər olarsa bu zaman sonsuz sayda həlli olur. A sıfıra bərabər, B sıfırdan fərqli olarsa bu zaman həlli yoxdur. İndi baxaq. Bizdən həlli yoxdur istəyir. Həllinin olmaması üçün A sıfıra bərabər olmalıdır. A nədir? X-in qarşısında duran. Yəni x-in qarşısı 0 olmalıdır ki, bu zaman bu tənliyin həlli olmasın. Doğru cavab C bəndi. A parametrinin hansı qiymətində həlli yoxdur? Yenə də x-in qarşısında duran əmsal 0 olmalıdır. D bəndi. Tənliyini həll edin. Biz bərabərliyin soluna sağına ədədləri keçirərkən işarəsini dəyişib keçirdirik. 3x müsbətdir. Bu tərəfə keçirdirəmsə 4x çıx olur 3x. Mənfi bir yerində qalır. 5 işarəsini dəyişib bu tərəfə keçirdirəm. Müsbət 5-dir, keçəndə çıx 5 olur. 4x-dən 3x çıxanda x eləyir. Mənfi 1-dən 6-ın çıxanda mənfi 6 eləyir. Doğru cavab C bəndi. Burada da həmçinin biz x-ları 1 hesablaya bilərik. 5x, 3x, 4x toplayanda 12x eləyir. 12x bərabərdir 24-ə. Buradan da x-i tapanda 24-dən 12-yə bölürük, eləyir 2. Doğru cavab C bəndi. 5-də B ədədi 72-dən 6 dəfə kiçikdir. 6 dəfə kiçik 72-dən. Yəni nə edirik? 72-ni bölürük 6-ya, eləyir 12. B ədədini soruşur. Cavab 12 C bəndi. 6-da dəyişənin hansı qiymətində bu ifadəsinin qiyməti bu ifadənin qiymətindən 90 vahid böyükdür. 2y, 3y çıx 1-in qiyməti, yəni bərabərdir. Y 7 plus 6y-dən 7 plus 6y-dən 90 vahid böyükdür. Yəni üstəgəl 90. Yəni bunun qiymətindən 90 vahid böyükdür. Vahid böyük demək üstünə gəlmək demək. Vurub atıb sadələşdirirəm. 2y-i 3y-ə vuranda 6y-in kvadratı, 2y-i 1-ə vuranda 2y, y-i 7-yə vuranda 7y, y-i 6y-ə vuranda 6y-in kvadratı plus 90. Burada bir tərəfə keçirdirəm. 6y-in kvadratı çıx 2y qalır yerində. 7y işarəsini dəyişib bu tərəfə keçirəndə çıx 7y olur. 6y-in kvadratının işarəsini dəyişib bərabərliyin soluna keçirdirəm. Olur mənfi 6y-in kvadratı bərabərdir 90. 6y kvadratı 6y kvadratı çıxanda 0 elədi. Mənfi 2y çıx 7y. Mənfi 9y bərabərdir 90-a. Y də bərabərdir 90-a mənfi 9-a bölürük, eləyir mənfi 10 doğru cavab. Y mənfi 10 A bəndi. Burada da tənliyini həll edin deyir. Gəlin əvvəlcə biraz bunun üzərində sadələşdirmə aparaq. Bax bu 0,5 ilə 0,8-i bir-birinə qabaqcadan böləndə sıfırları ata bilərik də. Atırıq və tənliyimiz artıq bu vəziyyətə düşür. Bu vəziyyətdə hesablamaq daha rahatdır. Mörtəzəni vurub atıram. 5-i bir dəfə x-ə vururam, bir dəfə də 3-ə. Olur 5x üstəgəl 15 bərabərdir. Burada da 8-i bir dəfə 10-a vururam 80, bir dəfə də x-ə vururam çıx 8x. İndi bu mənfi 8x-dir. Bura keçəndə olur müsbət 8x və 5x-in üstünə 8x-i əlavə edirik. Olur 13x. Burada da 15-i işarəsini dəyişib bu tərəfə keçirdirəm. 80-dən çıxırıq onda 15-i. Qalır deməli 65. X də bərabərdir 65-i 13-ə böləndə eləyir 5. Doğru cavab C bəndi. Burada da əvvəlcə mötərizələri vurub açmalıyam. 2-ni mənfi 2-dir. 2x-ə vuranda mənfi 4x. Mənfi 2-ni mənfi 1-ə vuranda müsbət 2. Üstə gəl. 3-ü 3x-ə vuranda 9x. 3-ü 1-ə vuranda üstə gəl 3. Bərabərdir mənfi 10-a. X-ları 1 hesablayırıq. Ədədləri 1 hesablayırıq. Mənfi 4x üstə gəl 9x. Eləyir 5x. 2-nin də üstünə 3 gəlirəm. Eləyir 5. Bərabərdir mənfi 10-a. Bu 5 işarəsini dəyişib bu tərəfə keçəndə mənfi 10 çıx 5 olur. O da eləyir mənfi 15. Gəlin elə bunu yazaq ki, 5x bərabərdir mənfi 15-ə. Buradan da x-i tapanda mənfi 15-i bölürük 5-ə. Eləyir mənfi 3. Doğru cavab A bəndi.
Növbəti 9-a baxanda tənliyi həll edin. Əvvəlcə bu hissəni ortaq məxrəcə gətirməliyəm. Bunu silim. Ortaq məxrəcə gətirəndə x çıx 3 böl 2, üstə gəl x bərabərdir 9. Ortaq məxrəc 2. Burada da x çıx 3. Bunun məxrəci 1-dir axı. 2-ni 1-ə böləndə 2, x-ə də vuranda üstə gəl 2x olur. Bərabərdir 9-a. Surətdə x-in üstünə 2x gələndə eləyir 3x. 3x çıx 3 bərabərdir. Tənasüblə də 9-u məxrəcdəki 2-yə vururam. Eləyir 18. 3x bərabərdir. Bu 3 mənfidir. Keçəndə bu tərəfə üstə gəl olur. 18-in üstünə 3 gələndə 21. X də olur 21-i 3-ə bölürəm. 7-yə bərabər olur. Doğru cavab D bəndi. Baxaq növbəti 10-cu suala. 10-cu sualda da birinci mötərizənin içi təbii ki, hesablanmalıdır. Mötərizənin içini hesablaya bilmək üçün bunun da məxrəcini 8-ə gətirirəm. Bunun məxrəci 2-dir. 8-ə gətirmək üçün sürət məxrəci 4-ə vururam. Olur 8-də 4. Tamdan tamı çıxırıq. 8-dən 3 çıxanda eləyir 5 tam. 5 tam. Kəsr hissədən də kəsr hissədən çıxıram. 8-də 4-dən 8-də 3 çıxıram. Qalır 8-də 1. 5 tam 8-də 1 vur 2. Üstə gəl x bərabərdir 12-yə. Burada əvvəlcə 5 tam 8-də 1-i düzgün olmayan kəsrə çevirməliyəm. 8-i 5-ə vururam 40. Üstünə də 1 gəlirəm. Eləyir 41. Bax, indi bunun bu hissəsini silim. Elə yazım 8-də 41. Yəni çevirdim artıq. 8 ilə də 2 ixtisar gedir. Burada 4 qalır. X də nəyə bərabərdir? 12-dən çıxırıq. Bu 4-də 41-i işarəsini dəyişib keçirdirəm 12-nin yanına. 4-də 41. Burada 12. 12 tam ədəddir də. 12-nin məxrəci 1-dir. Bunun məxrəcini 4-ə gətirməliyəm çıxa bilmək üçün. Onda sürət məxrəcini 4-ə vurmalıyam. 1-i 4-ə vuranda 4, 12-ni 4-ə vuranda 48. Deməli 4-də 48-dən 4-də 41 çıxırıq, qalır 4-də 7. Bu da eləyir 1 tam 4-də 3. Doğru cavab D bəndi. Baxaq növbəti 11-ə. Ədədlərdən hansı bu tənliyin köklərindən biridir? Tənliyin köklərini Viet teoremi ilə də eləmək olar, diskriminantla da eləmək olar. Əgər x kvadratın qabağı 1-dirsə, onda Vietlə eləmək daha rahatdır. Tənliyin köklərinin hasili deməli S-yə bərabər olur. S burada duran ədəddir, yəni sərbəst ədəddir, -6-dır. Tənliyin köklərinin cəmi isə əks işarə ilə B-yə bərabərdir. B isə x-in qarşısında duran əmsaldır. Burada 1 olduğuna görə, yəni müsbət 1 olduğuna görə tənliyin köklərinin cəmi əks işarə ilə B-dir də olur -1. Deməli, indi biz elə 2 ədəd tapmalıyıq ki, onun hasili -6 eləsin, cəmi isə -1 eləsin. Bu hansı ədədlər ola bilər? 2 ilə 3-ün hasili 6 eləyir. İndi -6 eləməlidir. 2 -3. Deməli 2-dir. 1 kökü tənliyin 2-dir. 1 kökü də -3-dür. Gördüyünüz kimi 2 ilə 3-ün hasili -6 eləyir. 2 ilə 3-ün cəmi də -1 eləyir. Deməli tənliyimizin köklərinin biri 2-dir, biri də -3-dür. Variantlarda ancaq 2-ni veribdir. Yəni tənliyin köklərindən biridir soruşur, 2-ni götürürük. Tənliyini həll edin deyir. Burada isə diskriminant üsulu ilə həll edirik. Yəni x kvadratın qabağında əmsal olduğuna görə bunu diskriminantla eləmək daha rahatdır. Diskriminantın düsturu b kvadratı çıx 4ac-dir. B x-in qarşısında duran əmsaldır. Burada 2 durubdur. Kvadrat edir 4. Çıxılsın. 4 vurulsun. A 9-dur. X kvadratın qabağında durandır. C isə sərbəst ədəddir. Yəni -7-dir. Hesablasaq 4-ü 9-a vuranda 36. 36-nı da 7-yə vururam. 36-nı 7-yə vururam. 42 4 yadda 21 252. 252. Bu 7-nin mənfisi bu ortadakı çıxmanı üstə gələ çevirir və 252-nin üstünə də 4 gələndə eləyir 256. Deməli, diskriminantımızın qiyməti 256-dır. İndi nə edirik? İndi x1-i tapırıq. x1 düsturu belədir. -b plus kökatda d bölünsün 2a-ya. -b. B nədir? -2-dir. Əks işarə ilə b deməli müsbət 2 üstə gəl. Kökatda 256 bölünsün 2 vurulsun a-ya. A nədir? X kvadratın qabağında duran yəni 9-dur.
2-ni 9-a vuranda məxrəc 18 eləyir. Sürətlə 2 üstə gəlinsin. 256-dan kök çıxır 16. 2 üstə 16 18, 18 18-ə bölündə 1. Deməli x1 1-dir. x2 isə -b çıx kök hətta d bölünsün 2a ilə hesablanır. Yenə də b-nin qiyməti 2, kök hətta 256 bölünsün 2 vurulsun 9-a. Məxrəc eləyir 18, sürət eləyir 2-dən 256-dan 16 çıxır da. 2 çıx 16 -14. Bunu da ixtisar eləsək 2-yə 9-da -7 qalır. Belə, -9-da 7 bir kökdür, 1 də 1 kökü olur. Doğru cavab A bəndi. Həmçinin 13-ü də bu şəkildə eləyirik. Diskriminantın və x1, x2-nin düsturları eynidir. Ona görə ancaq bu hissələri siləcəm və eyni düsturların sadəcə A-nın, B-nin, C-nin qiymətlərini dəyişəcəm. Deməli, yenə də B kvadrat 4AC. Burada B-nin yerində 1 durur. 1 çıxılsın, 4 vurulsun. A 7-dir, C-də -8-dir. 7 vurulsun -8. Deməli, 7-ni 8-ə vuranda 56, 56-nı da 4-ə vuranda 224. Bu mənfi ortadakı çıxmanı, bax 8-i mənfi ortadakı çıxmanı üstə gələ çevirəcək və 1-in üstünə neçə 224 gəndə eləyir 225. Deməli, diskriminantımız 225-dir. İndi hesablayaq. -b, yəni əks işarə ilə b. B müsbət 1-dirsə, əks işarə ilə olur -1. Üstəgəl kök hətta 225 bölünsün 2a-ya. A nədir? 7. Olur 14-də 225-dən 15 çıxır. 15-dən 1 çıxanda 14 eləyir. O da eləyir 1. Burada isə -1 çıx kök hətta 225 bölünsün 2 vur 7. Məxrəc elədi 14. Sürət elədi -1 çıx 15. Sürət olur -16 böl 14. Hər tərəfi 2-yə bölsək -7-də 8 olur doğru cavab. -7-də 8 bir köküdür. 1 də 1 köküdür. Doğru cavab C bəndi. Baxaq növbəti suala. Növbəti sualda isə deyir ki, tənin kökləri cəmini tapın. Bax, yenə də Viet teoremini yada salaq. Ax kvadratı plus bx plus c. Bu, deməli, kvadrat tənlikdir. Burada, deməli, kökləri cəmi olur -b böl a-ya, köklər hasili isə c böl a-dır. Bax, bu Viet teoremidir. Bunu yadda saxlamaq lazımdır. Bizdə kökləri cəmini istəyir. Kökləri cəmi, təbii ki, gördüyünüz kimi burada -b böl a ilə hesablanır. Bizdə b 4-dür. Olur -4 bölünsün. A nədir? A da x kvadratın qabağında durandır. 1-dir. Bölürük 1-ə və cavab eləyir -4. Doğru cavab D bəndi. Burada da kökləri cəmini istəyir. Kökləri cəm x-in qabağında duran -b böl a-dır. Görürsünüz, burada x yoxdur. X kvadratı var, sərbəst adı var, x yoxdur. Deməli, x-in qabağında duran b-nin qiyməti 0-dır. Onda deməli, köklər cəmi ilə 0-dır. 16-da tənliyi həll edin deyir. X-ları bir tərəfə keçirtməliyik, ədədləri bir tərəfə keçirtməliyik ki, hesablaya bilək. Olacaq 8-də 3x, bu müsbət 5-də 1-dir, keçəndə -5-də 1x olur. Bu da 4-dür. -6 onun yanına keçəndə üstəgəl 6 olur. Ortaq məxrəc 40. 40-ı 8-ə bölürəm 5. 5-i 3-ə vururam 15x. Çıxılsın. 40-ı 5-ə bölürəm 8. 1-ə vururam 8x bərabərdir. 4-ün üstünə 6, 10. Olur 40-dan 15x-dən 8x çıxanda 7x bərabərdir 10-a. Düz yazdıq. Yəqin ki, x də bərabərdir. 40-ı tənasüblə 10-a vururam 400, bölürəm 7-yə. 400-ün içində 7, deməli, çevirməliyəm də 5 dəfə. 35, 50-nin də içində 6 dəfə. Deməli, 7 dəfə. 57 tam 7-də 1. Doğru cavab A bəndi. Burada da həmçinin 2-də 1-i getirdirəm işarəsini dəyişib 5-də 2-nin yanına, 8-də işarəsini dəyişib bu tərəfə getirdirəm. Olur 5-də 2x çıx 2-də 1x bərabərdir. 2, 8 də mənfidir, keçəndə müsbət olur. Üstə gəl 8. 5-də 2x-dan 2-də 1x çıxanda ortaq məxrəc 10-dur. Onu 5-ə böləndə burada 2 düşür, onu 2-yə böləndə burada 5 düşür.
2-ni 2-yə vuranda 4x-dən çıxanda 5x-i eləyir mənfi x bərabərdir 10-a. X də bərabərdir mənfi 100-ə. Tənasüblə 10-u ona vurduq. Doğru cavab E bəndi. Tənliyini həll edim. Əvvəlcə bu hissəni bir-bir vurub açırıq. X-i x-ə vuranda x kvadratı, üstə gəl. X-i 2-yə vuranda 2x bərabərdir 3x kvadratına. Bu x kvadratı keçir bunun yanına. 3x kvadratından x kvadratı çıxanda eləyir 2x kvadratı bərabərdir 2x-a. Buradan da deməli bir tərəfdə saxlasaq 2x kvadratı çıx 2x bərabərdir 0 kimi yazsaq 2x-i mötərizə xərcindən çıxartsaq burada x çıx 1 qalır. 1 kökü deməli budur da 2x hasil nə vaxt 0 olur? Vuruqlardan hər hansısa biri 0 olarsa. Onda bir dəfə 2x-i 0-a bərabər edirəm. 2x-i 0-a bərabər edirəm. Qurbanəsini burada yazım. Bir dəfə 2x-i 0-a bərabər edirəm. Olur belə. X olur 0. Bir dəfə də x çıx 1-i 0-a bərabər edirəm. X olur 1. Deməli 1 kökü 0-dır. 1 kökü də 1-dir. Doğru cavab E bəndi. Həmçinin 19-da da vurub açıram. Bax, x-i x-a, x-i 1-ə. X kvadratı çıx x olur. Bunu da x kvadratı, 2x kvadratını da bu tərəfə keçirsəm. İşarəsini dəyişib getir. X kvadratından 2x kvadrat çıxanda mənfi x kvadratı çıx x bərabərdir 0. Mənfi x-i mötərizə xərcindən çıxartsam, mənfi x kvadratından mənfi x-i çıxardığında x qalır. Mənfi x-dən də mənfi x-i çıxardığında plus 1 qalır. 1 kökü olur 0 bu. 1 kökü də x plus 1-i 0-a bərabər edirəm. 1 kökü də olur mənfi 1. Məsələn, tənin 2 kökü var. 0 və mənfi 1. Doğru cavab D bəndi. 20-də də tənliyi həll edin deyir. Vurub açmalıyıq əvvəlcə. Deməli, bax, birinci bu mötərizəni vurub açıram. 3-ü x-ə vuranda 3x, 3-ü 2-yə vuranda çıx 6. Sonra bu mötərizəni vurub açıram. 4x. Bax, burada 4 də mənfidir. 3 də mənfidir. Ona görə mənfi 4-ü mənfi 2 vuranda üstə gələn 12 olacaq. Biri də yerində qalsın hələ ki. 3x-dən 4x çıxanda mənfi x. Mənfi 6-dan üstünə 12 gələndə müsbət 6 bərabərdir 1-ə. Mənfi x bərabərdir 6 keçir işarəsini dəyişir bu tərəfə 1 çıx 6. Mənfi x bərabərdir 1-dən 6 çıxanda mənfi 5. X də bərabərdir 5-ə. Oldu deməli cavab 5. Sonra 21-də də həmçinin birinci mötərizəni vurub açmalıyam. 10x plus 4 yerində qalır. 4x-ə vuranda 4x. 4-ü 1-ə vururam çıx 4. Çıx 13 çıx x də yerində qalır. 10x üstə gəl 4 bərabərdir. 4x-dan x çıxıram. 3x qalır. Mənfi 4-dən 13 çıxıram. Mənfi 17 qalır. 3x-i keçirdirəm işarəsini dəyişib 10x-in yanına. Mənfi 3x olur. Mənfi 17 yerində qalır. 4-ü işarəsini dəyişib keçirdirəm bu tərəfə. Çıx 4. 10x-dən 3x çıxanda 7x. Mənfi 17-dən 4 çıxanda mənfi 21. X də bərabər olur. Mənfi 21-i 7-yə bölürəm. Mənfi 3. X deməli oldu mənfi 3 E variantı. 22-də də həmçinin mötərizəni vurub açacağıq. Amma 22-də mötərizəni vurub açmamışdan qabaq biraz sadələşdirmə aparsaq daha rahat eləyərik. Bax, burada vergülləri 0.18-i 0.16-ya böləndə vergülləri atıram. Burada vergüldən sonra 2 rəqəm var, burada 1. Ona görə mütləq bura 0-da atıram ki, bu 80 olsun. Yəni vergüldən sonra 2 dənə rəqəm olsun. 80 ilə 16-nı da qabaqcadan ixtisar eləsəm 16-ya, burada 5 qalır. Deməli, onda tənliyimiz düşür bu vəziyyətə. 5 vurulsun x üstə gəl 6 bərabərdir elə x çıx 4. 5-i x-ə vururam 5x, 5-i 6-ya vururam üstə gəl 30 bərabərdir x çıx 4-ə. X keçir bu tərəfə, 4x, 5x-dən x çıxanda 4x, 30 keçir bu tərəfə, mənfi 4 çıx 30, mənfi 34 edir də 4x bərabərdir mənfi 34-də. X də bərabərdir mənfi 34 4-ə böləndə mənfi 8 tam onda 5. Doğru cavab B bəndi. Həmçinin 23-də də qabaqcadan gələn sadələşdirmə aparaq. Bunda vergüldən sonra 2 rəqəm var, burada 1 rəqəm var. Bunda 2 rəqəm olduğuna görə bunda da 2 rəqəm olmalıdır ki, mən vergülü ata bilim. Yoxdursa özüm yaradıram 0 atmaqla. Olur 50, burada da 25. 50 ilə 25-i qabaqcadan 25-i ixtisar edirəm, burada qalır 2. Tənliyimiz onda düşür bu vəziyyətə. Burada x plus 2 qalır. Bərabərdir. Burada da 2 vurulsun 2x çıx 1. 2-ni vururam 2x çıx 1-ə. 2-ni 2x-ə vuranda 4x. 2-ni 1-ə vuranda çıx 2. İndi x-ləri bir tərəfə keçirdirəm. Ədədləri bir tərəfə keçirdirəm. X keçir 4x-in yanına. Olur 4x çıx x bərabərdir. Mənfi 2 də keçir 2-nin yanına. Olur 2 plus 2.
Bu olur 3x bərabərdir 4-ə. X də bərabərdir 4 bölünsün 3-ə. Doğru cavab 1 tam 3-də 1. B variantı. Növbəti 24-də. Tənliyi həll edin. Orta mənfi gətirək də əvvəlcə bunu. 5-də 5-i 4-ə vuranda 20. Üstə gəl 1 çıx 3x bərabərdir. Burada da 2 mənfi də var. Bu mənfini gəlin sürətə vuraq. Olacaq mənfi x üstə gəl 5. Sürətə keçirdim mənfini. İndi hər tərəfi 10-a vururam ki, məxrəcdən azad olun. 2 ilə 5-in o əkobuna vururam. Bunu 10-a vuranda 2 qalır. 2-ni də vururam sürətə. 2 vurulsun. 20 üstünə 1 gəndə 21 çıx 3x bərabərdir. Bunu da 10-a vuranda 5 qalır. 5-i də vururam bu sürətə. Nə olur? 5 vurulsun. Mənfi x plus 5. İndi vurub açaq. 2-ni 21-ə vuranda 42 çıx. 2-ni 3x-ə vururam 6x bərabərdir. 5-i mənfi x-ə vururam mənfi 5x. 5-i 5-ə vururam 25. İndi bu mənfi 6x-i keçirdirəm bu tərəfə işarəsini dəyişib. Mənfi 5x üstə gəl 6x olur. 42-nin də işarəsini dəyişib, 25 də işarəsini dəyişib 42-nin yanına keçirdirəm. Belə. İndi hesablayaq. Bura x elədi. Burada da 42-dən 25 çıxanda 17 elədi. X-i soruşur da. X tənliyi həll eləməyə tapmaq lazımdır. 17. Doğru cavab A variantı. Burada 25-də tənliyin köklərinin cəmini tapın. Modullu tənliklərdə x burada plus minus 6-ya bərabər. Yəni x burada mənfi 6 da olsa 6-ya bərabər olur. Müsbət 6 da olsa 6-ya bərabər olur. Mənfi 6, müsbət 6 tənliyin kökləridir. Cəmini tapın deyir. Mənfi 6-ın üstünə 6 gəldi deyir 0. Həmçinin 26-da da tənliyin kökləri biri mənfi 5-dir. Biri də müsbət 5-dir. Cəmini istəyir də toplayanda eləyəcək 0. Eybənd. 27-də bu ədədləri tənliklərdən hansının kökləridir? Tənliyin köklərini veribdir. Gəlin tənliyin köklərinin cəmini tapaq. 0,7-nin üstünə mənfi 0,7 gələndə 1 mənfi 1 müsbət çıxanda 0 eləyir də. Cavab 0. Deməli tənliyin köklərinin cəmi 0-dır. Tənliyin köklərinin cəmi harda dayanır? Ax kvadratı plus bx plus c-dir də. Köklər cəmi bu b idi. Deməli b 0-dırsa x yoxdur deməli burada. Ax kvadratı var, bir də c var. İndi c-ni tapaq. C nədir? Köklərin hasili deməkdir. 0,7-ni vururam, mənfi 0,7-yə hasil tapıram. O da eləyir mənfi 0,49. Deməli c-nin də yerində mənfi 0,49 dayanmalıdır. Belə. Doğru cavab D bəndi. C-si mənfi 0,49, B-si yoxdur. X kvadratda kvadrat tənlikdir. Burada kub tənlikdir. Heç bunlara baxmırıq. Belə. Bu da xətti tənlikdir. Buna da baxmırıq. Ya budur, ya budur. Da hasil mənfi 0,49 olduğuna görə D bəndi götürülür. Baxaq növbəti səhifəyə. Tənliyini həll edin. Buradan əvvəlcə kökdə x-i tapmalıyam. Kökdə x-i tapmaq üçün 20-ni 4-ə bölürəm 5. Sonra hər tərəfi kvadrata yüksəldirəm. Bunu da kvadrata yüksəldirəm. Kök geçsin deyə. Bunu da kvadrata yüksəldirəm. Eləyir x bərabərdir 25. B bəndi. Burada da əvvəlcə deməli kökdə y-i tapıram. 15 böl. Bunların arası vurmadır. Ona görə də 15-i bölürəm 5-ə 3. Sonra hər tərəf kvadrata yüksəldirəm ki, y-i tapım. Y də olur 9. Sonra dəyişənin hansı qiymətində bu kəsirin qiyməti 0-a bərabərdir? Kəsirin qiyməti 0 olması üçün surət 0-a bərabər olmalıdır. Deməli, surətdə nə durub? 4x plus 2 durub da. 4x plus 2-ni 0-a bərabər edirəm. Və tapıram ki, 4x bərabərdir mənfi 2-yə. X də bərabərdir mənfi 2-ni 4-ə böləndə mənfi 0,5-ə. 4-ü 2-yə böləndə 0,5-ə. Mənfi 0,5 olmalıdır. Deməli, doğru cavab B bəndi. Burada da dəyişənin hansı qiymətində kəsirin qiyməti 0-a bərabərdir. Deməli, sürət 0 olmalıdır da. 3 çıx 9A-nı 0-a bərabər edirəm. 9A bərabərdir 3-ə. A da bərabərdir. 9-u 9-a bölürəm. 3-də 1-ə. D bəndi. Tənlərdən hissəsinin həqiqi kökü yoxdur. Biz bilirik ki, x-in kvadratı hər hansı bir mənfi ədədə bərabər ola bilməz. Çünki kvadrat necə mənfiyə bərabər olsun?
Mənfi ədədində kvadratı müsbət eləyir, müsbət ədədində kvadratı müsbət eləyir. Ona görə də x kvadratı hardakı mənfiyə bərabər olacaq, o tənliyin həqiqi kökü olmayacaq. İndi bax, bu mənfi 9-dur. Bunu bu tərəfə keçirdəndə olacaq x kvadratı bərabərdir 9. Müsbətə bərabər oldu x kvadratı. Bəli, ola bilər. Burada da mənfi 7-dir. İşarəsini dəyişib bu tərəfə keçirsəm, x kvadratı bərabərdir 7 olacaq. Burada da müsbətə bərabər olduğuna görə bu da ola bilər. Amma ikinciyə baxsaq, x kvadratı bərabərdir. Bu 9 işarəsini dəyişib bu tərəfə keçəndə mənfi 9 oldu. X kvadratı mənfi ədədə bərabər ola bilməz. Ona görə də bunun həqiqi kökü yoxdur. Yəni harda burada müsbət görsəz, bilin ki, bu tərəfə keçəndə mənfi 16 olduğuna görə, onda bunun da həlli yoxdur. Burada isə mənfi olduğuna görə bu tərəfə keçəndə olacaq x kvadrat bərabərdir müsbət 5 və bunun həlli olacaq. Neçəsini soruşur? 2 dənəsini. Doğru cavab E bəndi. Burada da həqiqi kökü yoxdur. Harda burada müsbət gördünüz, bilin ki, onun həqiqi kökü yoxdur. Niyə? Çünki bu tərəfə keçəndə mənfi olacaq. Yəni harda deyəndə, yəni ax kvadratı plus b şəklində olan tənliklərdən söhbət gedir. Burada b-nin qarşısında duran müsbətdirsə, deməli bunun həlli yoxdur. Çünki bu tərəfə keçəndə mənfi olduğuna görə həlli olmur. Deməli bunda da 2 dənə E bəndi. 34-də tənliyin kökləri cəmini tapın. Əvvəlcə bunu müxtəsərə görə açıram. A çıx b-nin kvadratıdır. X kvadratı çıx. Birinci ilə ikinci hasilinin kimisi 6x plus 9 plus 6x bərabərdir 10-a. X kvadratı mənfi 6x üstə gəl 6x. 0 elədi, getdi. Onu da bu tərəfə keçirəndə 9-dan 10 çıxanda çıx 1 bərabərdir 0. Köklərin cəmini istəyir. Gördünüz, köklərin cəmi x-in qarşısında durandır. Görürsünüz, burada x yoxdur. Deməli, köklərin cəmi artıq 0-dır bunun. Burada da həmçinin x kvadratı plus 4x plus 4 müxtəsərə görə açdım. Çıx 4x bərabərdir 13. Burada da 4x-dən 4x çıxırıq və x-lar yoxa çıxır. X-lar yoxa çıxırsa, deməli burada köklərin cəmi 0-dır. Çünki viyyətə görə köklər cəmi x-in qarşısında duran əmsalıdır. Tənliyini həll edin. Buradan gəlin 4x-i mötərizə xaricinə çıxardaq. Qalacaq x plus 5 bərabərdir 0-a. Tənliyin bir kökü onda 0-dır. Yəni hasilin 0 olması üçün bir dəfə bunu 0 bərabər edirəm, bir dəfə də bunu. X plus 5-də bərabər edirəm 0-a, x olur mənfi 5. Deməli, bir kökü 0-dır, bir kökü də mənfi 5-dir. Doğru cavab A bəndi. Buradan da 3x-i mötərizə xaricinə çıxardıram. 3x-i çıxardanda qalacaq x plus 4 bərabərdir 0-a. Yenə də hasil nə vaxt 0 olur? Qruplardan hər hansı biri 0 olarsa. Bir dəfə 3x-i 0-a bərabər edirəm. X olur 0. Bir dəfə də x plus 4-ü 0-a bərabər edirəm. Olur bir kökü də mənfi 4. Deməli, bir kökü mənfi 4-dür. Bir kökü də 0-dır. Doğru cavab E bəndi. Tənliyin köklərinin hasilini tapın. Viyyətə görə tənliyin kökləri hasili C-dir. Yəni sərbəst əddir. O da 8-dir. Doğru cavab E bəndi. C böl A-dır. A burada 1-dir deyə onu nəzərə almırıq. Tənliyin kökləri cəmi. Burada baxın A var. A varsa nəzərə almalıyıq. Tənliyin kökləri cəmi əks işarə ilə B böl A olur. Yəni mənfi 4 böl 2. O da olur mənfi 2. Doğru cavab C bəndi. Tənliyin köklərin hasili deməli C böl A. Yəni x kvadratın qabağında ədəd durubsa ona mütləq diqqət edin. C'miz mənfi 7-dir. Böl A. A da 2-dir. Olur mənfi 3,5. Doğru cavab A bəndi. Yəni bu tip məsələlərdə artıq kökləri tapıb sonra onların hasilini tapmağa ehtiyac yoxdur. Viyyətlə elə birbaşa biz köklərin hasilinin və köklərin cəminin nə olduğunu bilirik. 41-də tənliyini həll edin. Buradan x-i mötərizə xaricinə çıxartsam, x çıx 0,2 qalır. Tənliyin bir kökü hasil nə vaxt 0 olur? Qruplardan hər hansısa biri 0 olarsa. Bir dəfə x-i 0-a bərabər edirəm. Bir dəfə də x çıx 2-ni 0-a bərabər edirəm. Olur 2. Bir kökü deməli 2-dir. Bir kökü də 0-dır. Daha doğrusu 0,2 bu. 0,2. 0,2-dir. Bir kökü də 0-dır. Doğru cavab B bəndi. Növbəti hissədə tənliyin kökləri cəmini tapın. Bunu əvvəlcə müxtəsərə vurub açaq. X-i x-ə vururam. X kvadratı, x-i 5-ə vururam. Çıx 5x. 4 işarəsini dəyişib, mənfi 4 işarəsini dəyişib bu tərəfə keçirdirəm. Plus 4 olur. Köklərinin cəmini istəyir. Köklərin cəmi əks işarə ilə burada B-dir. Yəni olacaq müsbət 5. Doğru cavab B bəndi. İndi bu hissəni vurub açıram. X-i x-ə vuranda x kvadrat, x-i 4-ə vuranda 4x. Bu 3-də mənfi 3-də işarəsini dəyişib o tərəfə keçirəndə üstə gəl 3 olur. Kökləri cəmini istəyir. Kökləri cəmi deməli
Tənliyin köklərinin cəmi əks işarə ilə B-dir. Yəni müsbət 4 olacaq. Yəni mənfi 4 götürməyin. B-də kökləri cəmində əks işarə götürürük. Hasilində nədir onu götürürük. 44-də n parametrinin hansı qiymətində tənliyin həlli yoxdur. Tənliyin həllinin olmaması üçün x-in qarşısında duran əmsal 0 olmalıdır. X-in qarşısında m durduğuna görə deməli m ilə 0 olmalıdır. Doğru cavab C bəndi. 45-də A parametrinin hansı qiymətində tənliyin kökü 2-yə bərabərdir. Tənliyin kökünü bizə veribsə, məsələn, aparın qoyun x-in yerində, tənliyin kökü x-in qiymətidir də. Qoyursunuz x-in yerində və tənliyi həll edirsiniz. Burada onda A çıxı 7 bərabərdir. 8 bölünsün 2-yə 4-ə. A da bərabərdir 4-ün üstünə 7 gəlirəm 11-ə. Yəni bu 7 işarəsini dəyişib tərəf keçəndə üstəgəl olur. Doğru cavab D bəndi. Burada da tənliyin həlli yoxdur deyir. Tənliyin həllinin olmaması üçün x-in qarşısında duran əmsal 0 olmalıdır. Burada x-in qarşısında A açıq 1 durub. Yəni çaşmayın. A-nı 0 götürməyin. X-in qarşısında nə durubsa, ifadə durubsa o ifadəni 0-a bərabər edin və A-nın oradan qiymətini tapırsınız ki, A 1-ə bərabərdir. Doğru cavab C bəndi. B parametrinin hansı qiymətində tənliyin həlli yoxdur? B də yenə x-in qarşısında nə durub? 2 çıx B. Deməli 2 çıx B-ni 0-a bərabər edirəm. B-nin deməli 2 qiymətində bu tənliyin həlli yoxdur. Doğru cavab D bəndi. 48-də B-nin hansı qiymətində bu ifadəsinin qiyməti bu ifadəsinin qiymətindən 2 dəfə böyükdür. Bu ifadənin qiyməti, yəni 2B plus 12 2 dəfə böyük olar. Bərabərdir. Bu ifadənin qiymətinin 2 misli. 2 dəfə böyük deyirsə 2-yə vururam da. Belə. Olur 2B plus 12 bərabərdir. 2-ni vururam 3B-yə 6B. 2-ni vururam 15-ə çıx 30. Bu B belə keçir. 2B çıx 6B bərabərdir. 12 də belə keçir. Olur mənfi 30 çıx 12. İşarələrini dəyişmək yaddan çıxmasın. Mütləq işarələr əksinə dəyişməlidir. Bərabərliyin sağına, soluna keçirsə. 2B-dən 6B çıxanda mənfi 4B, mənfi 30-dan 12 çıxanda mənfi 42. B də bərabərdir. Mənfi 42-ni 4-ə bölürəm. Deməli 10,5. Doğru cavab B bəndi. 49-da 3 ədədin cəmi 30-dur. İkinci ədəd birincidən 4 dəfə böyükdür. Deməli bunları əvvəlcə qurmalıyıq ki, hansı nədir? Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Bunların cəmi 30-dur. İkinci ədəd birincidən 4 dəfə böyükdürsə, birinciyə x desəm, ikinci 4x olacaq. Üçüncüdən isə 6 vahid böyükdür. İkinci ədəd üçüncüdən böyükdürsə 6 vahid. Deməli onda bu 4x çıx 6 imiş ki, ikinci bundan 6 vahid böyük olsun. Bu ədədlərin hasilini tapın. Bunların cəmi 30-dursa toplayıb 30-a bərabər edirəm. X plus 4x plus 4x çıx 6 bərabərdir 30-a. Hamısını topladım, 30-a bərabər elədim. X 4x edir 5x, üstünə də 4x gəldi 9x bərabərdir. 6 keçir bu tərəfə işarəsini dəyişib olur. Üstəgəl. 30-un üstünə 6, 36. X də bərabərdir 4-ə. X-in qiymətini tapdımsa, birinci ədəd 4-dür. İkinci ədəd 4 vur 4, 16-dır. Üçüncü ədəd 16 vur çıx 6, 10-dur. Bunların hasilini istəyir. 4 vur 16 vur 10. Eləyəcək 640. Doğru cavab A bəndi. Tənliyin kiçik kökünü tapın deyir. Burada 5 işarəsini dəyişib bu tərəfə keçirəndə x kvadrat bərabərdir 4 üstəgəl 5 9 olur. X də bərabərdir plus minus 3. Yəni x kvadratı 9-dursa deməli bu ədəd ya mənfi 3-dür ya müsbət 3-dür. Kiçik kökünü istədiyinə görə kiçiyi mənfi 3 olacaq. Burada da bu tərəfə keçir olur. X kvadrat bərabərdir 1 üstəgəl 3 eləyir 4. X bərabərdir plus minus 2-yə. Kiçik kökünü dediyinə görə deməli mənfi 2 burada kiçik köküdür. Tənliyinin neçə kökü var? Bax burada 3x bu da keçirdirəm işarəsini dəyişib onun yanına bərabərdir. 8 də işarəsini dəyişib keçirdirəm bu tərəfə. 2 üstəgəl 8 10. 3x-dən 3x çıxanda 0 eləyir. 0 bərabərdir 10 alındı. 0 heç vaxt ona bərabər ola bilməz təbii ki. Ona görə də bu tənliyin kökü yoxdur. 53-də tənliyin köklərinin kvadratları cəmini istəyir. Yəni x1-in kvadratı plus x2-nin kvadratını istəyir. Müxtəsər vurma düsturlarında bir köməkçi vurma düsturlarını xatırlasaq, bilirik ki, x1-in kvadratı plus x2-nin kvadratı köməkçi müxtəsər vurma düsturuna əsasən x1 plus x2-nin kvadratı çıx x1, x2 yaza bilərik. x1 plus x2 buradan viyyətə görə əks işarə ilə B-dir, yəni mənfi 3-dür. Mənfi 3-ün kvadratı edir 9. x1, x2 hasili isə viyyətə görə C-yə bərabərdir, yəni mənfi 1-dir. Gətirib x1, x2 hasilini də yerində mənfi 1 qoyuram.
2-ni -1-ə vuranda -2 eləyir. O mənfi qabaqdakı çıxmanı toplamaya çevirir. 9-un üstünə 2 eləyəcək 11. Doğru cavab E bəndi. Təyin köklərin kvadratları cəmini tapın. Yenə 54-də eyni şəkildə həll edirik. Yəni düsturumuz eynidir. Saxlayıram düsturu. x1 plus x2-nin qiyməti burada. Bax, x1 plus x2-nin qiyməti burada -b böl a. Yəni, x kvadratın qabağında əmsal durduğuna görə mütləq onu nəzərə almalısınız. Deməli, -1 böl 3-dür. x1 plus x2. Deməli, bunun yerində qoyuram -3-də-1. Kvadrat da var başında. Çıxılsın 2 vurulsun. x1, x2 nədir? C böl a-ya. C -1-dir, a da 3-dür. Yəni, -1 böl 3. Məsələn, bunu indi hesablayıram. -3-də-1-in kvadratı 9-da-1. Bu mənfi ortadakı çıxmanı üstəgələ çevirir. Üstəgəl 3-də-2. Bunu da 9-a gətirsəm, sürət və məxrəci 3-ə vururam. Toplayanda olur cavab 9-da-7 E bəndi. 55-də tənliyi həll edin. Vurub açıram təbii ki, mötərizələri və həll edirəm. 6-nı x-ə vuranda 6x, 6-nı 4-ə vuranda çıx 24. 2-ni x-ə vururam plus 2x. 2-ni 5-ə vururam plus 10 bərabərdir 18-ə. 6x-in üstünə 2x gələndə 8x, -24 plus 10, -14. 18 də keçir bu tərəfə, çıx 18 bərabərdir 0. 8x çıx, -14-dən 18 çıxanda toplanır, qarşıya mənfi yazılır. Olur -32 bərabərdir 0-a. 32 də keçir bərabərliyin sağ tərəfinə, x də bərabərdir 32-ni 8-ə bölürəm 4. Təyin həlli 4-dür, D bəndi. 58-də də bu hissə olduğu kimi qalır, qarşısında heç nə yoxdur. Bunun qarşısında mənfi olduğuna görə işarələr əksinə dəyişərək mötərizə açılır. Görürsünüz, müsbət 5 idi, -5 yazdım. -4x idi, müsbət 4x yazdım. X-ları 1 hesablayaq. -2x üstəgəl 4x eləyir 2x. 8-dən də 5 çıxanda 3 eləyir. O 3-ü də işarəsini dəyişib keçirdirəm 17-nin yanına. Olur çıx 3. 2x bərabərdir 17-dən 3 çıxanda 14. X də bərabərdir 14-ü 2-yə bölürəm. 7. Doğru cavab B bəndi. Baxaq növbəti səhifəyə. Burada da tənliyi həll edin deyir. Bayaq yazdığımız kimi 12x çıxı 3 yerində qalır. Qarşısı çünki müsbətdir. Bunun qarşısı mənfi olduğuna görə mötərizəni açanda işarələri əksinə dəyişirəm hamısını. Müsbətsə mənfi yazıram, mənfidirsə müsbət yazıram. 12x-dan 8x çıxanda 4x qalır. -3-ün 5 çıxanda -8 eləyir, bərabərdir 32-yə. Bu -8 işarəsini dəyişib bu tərəfə keçirəndə olur üstəgəl. 32-nin üstünə 8 gəlirəm, eləyir 40. 40-ı da 4-ə böləndə eləyir 10. Doğru cavab 10 C bəndi. Burada təyin həqiqi kökünü tapın. Bu olur belə. X kubu bərabərdir. Bu 27 işarəsini dəyişib keçir bu tərəfə. X də bərabərdir. Kubu da axı. Hansı ədədin kubu -27 eləyər? -3-ün. Yəni -3 3 dəfə öz-özünə vuranda -27 eləyir. Doğru cavab C bəndi. 59. M parametrinin hansı qiymətində təyin köklərindən biri 2-dir? Bayaq dediyim kimi, əgər təyin kökünün birini bizə veribsə, aparın qoyun yerinə və M-in digər M-i tapın da, yəni ən asan üsulu budur. X-in yerinə 2 qoyanda 2-nin kvadratı 4m üstəgəl x-in yerinə 2 qoyuram. Çıx 8m plus 4 bərabərdir 0-a. 4m-dən 8m çıxanda -4m. 2 üstəgəl 4 6. 6 da işarəsini dəyişib keçəndə bu tərəfə olacaq -6. M də bərabərdir. -6-nı -4-ə böləndə 1,5 olur M-in qiyməti. Doğru cavab A bəndi. 60-da da həmçinin köklərindən birini 1 veribsə, yəni x-in qiyməti 1-dir. Aparın x-ların yerinə burada 1 qoyun. Olacaq m çıx 6m -5m -5m 1 üstəgəl 4 5. 5-i də işarəsini dəyişib keçirdirəm sağ tərəfə. M də bərabərdir. -5 böl 5 1 C variantı. Təyin kökündən 3 vahid böyük olan ədədi tapın. Gəlin əvvəlcə burada təyin kökünü tapaq. 14 üstəgəl x tənasübə görə bərabərdir. 2 vurulsun 8-ə. Bu məxrəci 1-dir. Tənasüb də belə vurulur da. 16 2-ni 8-ə vuranda. X də bərabərdir. 16-dan 14 çıxanda 2. X 2-dirsə 3 vahid böyük olan ədəd 2 üstəgəl 3 5 olacaq. Burada da əvvəlcə x-i tapmalıyam. Surətdə 15 üstəgəl x bərabərdir. 5 vurulsun 4 20-yə. X də bərabərdir 20-dən 15 çıxanda 5. Təyin kökü 5-dir. Təyin kökündən 10 vahid böyük istəyirsə, onun üstünə 5 gəlirəm. 15 A variantı. Təyini həll edin. Buradan 1002x
bərabərdir. Bu 2002-dən çıxıran 1000-i. Yəni çıxılandır da 1002 qismi. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. 2002-dən 1000-i çıxanda 1002 qalır. X də bərabərdir 1002, 1002-yə böləndə 1. Doğru cavab B bəndi. Burada əvvəlcə dövrdür bu. Dövrü kəsrə çevirmək lazımdır. Dövrü kəsrə çevirmək üçün dövrdəki rəqəmin sayı qədər məxrəcə 9 yazılmalıdır. Dövrdəki rəqəm də sürətə yazılmalıdır. Deməli, bunu çevirəndə elə 9-da 7 eləyir. Bu da 10-da 5, yəni 2-də 1 deməkdir də. 0,5 2-də 1 deməkdir. X-i tapmaq üçün 9-da 7-dən çıxıram 2-də 1-i. Ortaq məxrəc 18. 18-i 9-a bölürəm 2. 7-yə vuram 14. 14-dən çıxıram bu 9-u. 14-dən 9, 5. 14-dən 9. B bəndi. Burada x-ləri 1 hesablamalıyam, ədədləri 1 hesablamalıyam. Təbii ki, əvvəlcə onları eyni tərəfə çevirməliyəm. 0,8x, bu 0,3x-i sola keçirəndə çıx 0,3x eləyir, bərabərdir. Bu 0,6 burada qalır. Bu mənfi 0,9-u keçəndə müsbət 0,9 olur. 0,8x-dən 0,3x çıxanda qalır 0,5x bərabərdir. Bu tərəfdə toplayanda 1,5 eləyir. X də bərabərdir 1,5, 0,5 böləndə eləyir 3. Doğru cavab E bəndi. 66. Ədədin üzərinə özünün 30%-ni və 36 ədədini əlavə etdikdə 205 alınır. Ədədin üzərinə ədəd x-dir. Bunun üstünə gəlirəm x-in 30%-ni. 30%-ni bir də 36 əlavə etdikdə 205 alınır. Üstünə də gəlirəm 36, 205 alındı. Aha, sıfırlar getdi. X-ları bir hesablayaq. 10-da 3x, üstə gəl x eləyir 10-da 13x. Bunun qabağı çünki 1-dir. Bərabərdir. 205-dən çıxıram 36-nı. 9, 6, 169. X də bərabərdir. 169-u bölürəm 10-da 13-ə. Bu o deməkdir ki, 169-u vururam 13-də 10-a. 13-dən 169, 13-ə ixtisar gedir. Burada 13 qalır. 13-ü də 10-a vuranda cavab eləyir 130. Doğru cavab C bəndi. 67-də təniyini həll edin. 2 modulda x çıx 4 bərabərdir 11-ə. Buradan əvvəlcə modulda x çıx 4-ü tapıram ki, 11-i 2-yə bölürəm. Çünki bunun arası vurmadı da. 11-i 2-yə böləndə eləyir 5,5. Modul tənliklər necə həll olunur? Bir dəfə modulun içərisindəki ifadəni bunun müsbətinə, bir dəfə də mənfisinə bərabər edərək həll edirik. X bərabərdir. Bu mənfi 4 keçəndə bura üstəgəl 4 olur. 5,5-in üstündə 4 gələndə 9,5. Burada da keçəndə müsbət olur. Mənfi 5,5 üstəgəl 4 edir mənfi 1,5. Bir kökü mənfi 1,5-dir. Bir kökü də 9,5. Toplayıb çıxanda onluq kəsirləri mütləq tamı tamın altına yazmalısan. Yəni bu 4 gəlib burada yazılır. Ona görə mənfi 1,5 edir. Sonra cavab hansı olur? 9,5 mənfi 1,5. 9,5 mənfi 1,5 B variantı. 68-də A parametrinin hansı qiymətində tənliyin sonsuz sayda həlli var? Bunu əvvəlcə biraz sadələşdirməliyik ki, bunu xətti tənlik formasına salaq. Xətti tənlik formasına salaq. Əvvəlcə vurub açırıq. Belə hamısını vurub açıram. 3-ü 4 aya vuranda 12-a. 3-ü x-a vuranda 3x. Çıx 4 bərabərdir. 4 anı 3x-a vuranda 12x. 4 anı da 1-ə vururam. Çıx 4-a. X-lar bir tərəfə keçir. Keçirdək. 3x çıx 12x. 12a yerində qalsın. Çıx 4. Bu 4 anı da işarəsini dəyişib keçirtirdim sol tərəfə. Buradan gəlin x-in mötərizə xaricinə çıxardaq. Qalacaq 3 çıxılsın 12a vur x. 12a-nın üstünə 4a gələndə 16a çıx 4 bərabərdir 0. İndi bizdən nə istəyir? Tənliyin sonsuz sayda həllini istəyir. Tənliyin nə vaxt sonsuz sayda həll olur? X-in qarşısında duran əmsal bir də B 0 olarsa, yəni sərbəstlər 0 olarsa. X-in qarşısına durubdur 3 çıx 12a. Deməli, bu da 0-a bərabər olmalıdır. Bax, bu sərbəst həddim. 16a çıx 4 də 0-a bərabər olmalıdır. Bunların hər ikisini ayrı-ayrılıqda həll edirəm.
12A bərabərdir 3-ə, A da bərabərdir 3 bölü 12-yə. İxtisarləsəm 4-də 1. İndi burada 16A bərabərdir 4-ə, A da bərabərdir 4 bölü 6-ya. İxtisarləsəm 4-də 1. Hər ikisində A-nın qiymətini 4-də 1 aldımsa, deməli A-nın 4-də 1 qiymətində bu tənliyin sonsuz sayda həlli var. Doğru cavab E bəndi. Burada A-nın hansı qiymətinə tənliyin həlli yoxdur? Tənliyin həlli nə vaxt olmur? X-in qarşısında duran əmsal 0 olarsa. Bəs A-nın hansı qiymətinə bu X-in qarşısında duran A-5 0 olar? Təbii ki, A-nın 5 qiymətində bu 0 olar. Doğru cavab B bəndi. Burada modul tənliklərdə deməli bir dəfə modulun içindəki ifadəni bunun özünə bərabər edirəm. Özünə bərabər edirəm. Bir dəfə də bunun mənfisinə bərabər edirəm. Qarşısına mənfi atdım. X plus 3-ün qarşısına mənfi atdım. Bu X bura keçəndə X çıx X oldu da. Bərabərdir 4 də bura keçəndə 3 də gəl 4 7. Bu 0 elədi. Yəni bu deyil həlli. Yəni 0 7-yə bərabər ola bilməz. Keçirəm bura. Mənfi X keçir bunun yanına. X üstə gəl X bərabərdir. 4 də keçir bunun yanına. Mənfi 3 plus 4. Toplayanda 2x bərabərdir. Mənfi 3-ün üstünə 4 gələndə 1. X də bərabərdir 1-i 2-yə bölürəm 2-də 1. Yəni 0,5. Doğru cavab E bəndi. Baxaq növbəti suala. 71. Tənliyin kökləri x1, x2 olarsa ifadənin qiymətini tapın. Bunu əvvəlcə gəlin ortaq məxrəcə gətirək. x1, x2. x1, x2-ni x2-yə böləndə edir x1. Vururam sürətdəki x1-ə, olur x1-in kvadratı üstə gəl. x1, x2-ni x1-ə böləndə edir x2. x2-ni vururam sürətdəki x2-yə, olur x2-nin kvadratı. Sürət köməkçi müxtəsər vurma üsuluna görə aça bilərik. Yazıram onda x1 plus x2-nin kvadratı çıx 2x1, x2. Artıq mən x1 plus x2-nin də kvadratını bilirəm viyyətə görə. x1, x2 hasilində qiymətini bilirəm. Viyyətə görə x1 plus x2 əks işarəndən b-yə, yəni 8-ə bərabərdir. x1 vurur x2 də c-yə, yəni 15-ə bərabərdir. Yerinə qoyuram. Olur 8-in kvadratı çıx 2 vur 15 böl 15 bərabərdir. 64 çıx 30 böl 15. 64-dən 30 çıxanda 34 böl 15. Bunu da ixtisar getmir də. 2 tam 15-də 4 qarışıq kəsrə çevirsən. Doğru cavab A bəndi. Həmçinin 72-də də bu hissəni əvvəlcə burada olduğu kimi bax eynisini yazıram. Yəni bir də yazmıram, davamını gəlin. Bunun davamını silək, onun rəqəmlərini bunun yerinə qoyaq. Bəs burada x1 plus x2 nəyə bərabərdir? x1 plus x2 bərabərdir əks işarə ilə b-yə, yəni 6-ya. x1 vurur x2 də c-yə sərbəstdir, yəni 5-ə bərabərdir. Gətirib yerinə qoyuram. Olur 6-nın kvadratı çıxılsın, 2 vurulsun 5 bölünsün 5-ə. 6-nın kvadratı 36 çıx 10 bölünsün 5-ə. 36-dan 10 çıxanda 26 bölünsün 5-ə. 26-nı da 5-ə böləndə eləyir 5 tam 10-da 2. Doğru cavab A bəndi. 73-də tənliyin köklərinin hasilini tapın. Əvvəlcə bunları müxtəsərə görə açıb sadələşdirmək lazımdır. X çıx 2-nin kvadratını əvvəlcə açacağım. X çıx 1-in kvadratını açacağım. Olacaq 3 vurulsun. X kvadratı çıx 4x plus 4. A çıx B-nin kvadratına görə açıram. Bərabərdir. 2 vurulsun. X çıx 1-in kvadratını da müxtəsərə görə açanda X kvadratı çıx 2x plus 1 olur. Yəni müxtəsərə görə bilməyənlər üçün yazaq. A çıx B-nin kvadratı bərabərdir. A kvadratı çıxılsın 2AB üstə gəl B kvadratıdır. Çıx 2. İndi bunu vurub açıram. 3x kvadratına vuranda 3x kvadratı çıx 12x plus 12 bərabərdir. 2x kvadratı çıx 4x plus 2 çıx 2. Bu 2'lər getdi. 3x kvadratı, bu 2x'i keçirdirəm bu tərəfə, çıx 2x kvadratı, çıx 12x, bu 4x işarəsini dəyişib keçirdirəm bərabərliyin soluna, oldu belə. 3x kvadratından 2x kvadratı çıxanda x kvadratı, mənfi 12x'in üstünə 4 gələndə ikisi biri mənfi, biri müsbət olduğuna görə çıxılır və qarşıya böyün işarəsi yazılır, modulca böyün. Ona görə mənfi 8, x plus 12 bərabərdir 0-a. Tənliyin köklərinin hasilini istəyir. Tənliyin köklərinin hasili C-yə bərabər olur. Yəni 12-dir. Burada köklərini tapıb hasilini tapmağa ehtiyac yoxdur. Elə viyyətlə görürük ki, tənliyin köklərinin hasili 12-dir. Doğru cavab B bəndi. Baxaq 74-də. 74-də də həmçinin deməli nə edirik? Müxtəsərə görə bunları açırıq. 3 vurulsun. X plus 2-nin kvadratı, x kvadratı plus 2x plus 4x kimisi də var. Plus 4.
Bu tərəfi də açıram. X kvadratı plus 2x plus 1. Üstə gəl 4 də var burada. Üstə gəl 4. İndi vurub açaq. 3x kvadratı plus 12x plus 12. 3'ü vurdum bunların hamısına. Bu tərəfdə də 2'ni vururam bunların hər birinə. 2x kvadratı plus 4x plus 2 plus 4. Bu 4'dür yəni yazdığım. 3x kvadratı plus 12x plus 12. 2x kvadratını keçirdirəm, işarəsini dəyişirəm. 4x işarəsini dəyişib keçirdirəm. 2 üstdən 4 gələndə 6 edir, işarəsini dəyişib keçirdirəm hamısını sola. 3x kvadrat çıx 2x kvadrat edir x kvadratı. 12x çıx 4x 8x elədi. 12 çıx 6 plus 6 elədi. Nə istəyir? Köklərin hasili. Köklərin hasili bu S-dir. Yəni sərbəst həddir. 6'dır. Doğru cavab D bəndi. Baxaq 75'ə. Olacaq 5 çıxılsın 2. Buradan 2'ni mərtəzə xaricinə çıxartdım. Plus 6 böl 3. Kəsirlərdə bölməni biz vurma ilə əvəz edib ikinci kəsirin üstə məxrəcin yerini dəyişirik. Olur x çıx 2 bölünsün 2. Bu niyə 6 yazdım? X çıx 2'dir burada. Aha, x çıx 2'lər ixtisar getdi. Bərabərdir 0'dır. 2'lər də ixtisar gedir. Qalır nə? 5 çıxılsın. X çıx 3 yazacağım. Çünki qabaqdakı bu çıxma, bu ortadakı üstə gəlib çıxmaya çevirəcək. Burada da 5'dən 3 çıxanda 2 çıx x bərabərdir 0'a, x də bərabərdir 2'yə. Doğru cavab C bəndi. Yox, C deyil. Niyə? Çünki rasional tənliklərdə biz mütləq aldığımız tənliyin kökünü aparıb tənliyimizdə yoxlamalıyıq. Birdən məxrəci sıfıra çevirə bilər. Əgər məxrəci sıfıra çevirirsə, o tənliyin kökü olmur. Yəni, nə olsun x-i 2 tapdıq. Gətirib baxırıq, bax, 2 çıx 2. Məxrəc sıfıra çevrildi. Axı kəsirin məxrəci sıfır ola bilməz. Ona görə də bu tənliyin həlli boş çoxluqdur. Yəni, 2 bu şərti ödəmədi. 76'da da həmçinin, bax, üstündə yazdım, bir də köçürməyim. Bölməni vurma ilə əvəz edib bu kəsirin sürət və məxrəcin yerini dəyişdim. Burada 3'ü mötəzə xaricinə çıxartdım. X çıx 5 ilə x çıx 5 ixtisar getdi. 3 ilə də 3. Qaldı 7 çıxılsın. X çıx 2. Qabaqdakı çıxmaya görə ortadakı toplama, yəni buradakı toplama çıxmaya çevrildi. Oldu. 7'dən 2 çıxanda 5 çıx x bərabərdir 0. X də bərabərdir 5'ə. X-i 5 tapdım. Gətirib baxıram rasional tənliyimin məxrəcinə. Görürəm ki, məxrəc x çıx 5 daxil. 5 çıx 5 məxrəci 0'a çevirdi. X-in 5 qiyməti. Deməli, bu tənliyin həlli 5 deyil. Yəni 5'i ödəmir və boş çoxluqdur deməli. Mütləq rasional tənliklərdə, rasional tənlik nədir? Məxrəcində dəyişən olan tənliyə deyilir. Mütləq rasional tənliklərdə x-in qiymətini aparıb yoxlamaq lazımdır. Burada da tənliyin böyük kökünü tapın. Əvvəlcə kvadrat tənlikləri açmalıyam və görək nə alınır. Müxtəsərə görə açıram. 2 vurulsun. A plus B-nin kvadratına görə açıram. X plus 3'ün kvadratını açdım. Bu tərəfi də açıram müxtəsərə görə. X kvadratı plus 4x plus 4 plus 34 var burada. Bunu vurub açıram bir-bir bu tərəfə. 2x kvadratı plus 12x plus 18. Vurdum, açdım. 2'ni bunların hər birinə vururam mötərizəni açmaq üçün. Bunları da işarələrini dəyişib keçirdirəm sol tərəfə. Çıx x kvadratı, çıx 4x. 4'ün üstünə 34 gəndə 38 eləyir. Keçirəndə çıx 38. 2x kvadratından x kvadrat çıxanda qalır x kvadratı. 12x'dən 4x çıxanda qalır 8x. 18'dən mənfi 38'i çıxanda, yəni 18'dən 38 çıxanda mənfi 20 bərabərdir 0. Gəlin viyyətə görə edək. Tənliyin kökləri cəmi mənfi 8 olmalıdır. Kökləri hasili isə mənfi 20 olmalıdır. O hansı ədədlərdir ki, hasili mənfi 20'dir, cəmi isə mənfi 8'dir. Təbii ki, mənfi 10 ilə 2'dir. Hasili mənfi 20 eləyir, cəmi də mənfi 8 eləyir. Hansı kökünü istəyir? Böyük kökünü. Böyük kök 2'dir də. Mənfi 10 ilə 2 daxil köklərimiz. Böyüyünü istəyirsə cavab 2'dir. Baxaq, növbəti digər aşağıdakı tənliyə baxsaq. Burada da müxtəsərə görə bunları açıram. 2 vurulsun. X kvadratı plus 6x plus 9. Çıx 34. Bu tərəfdə müxtəsərə görə açıram. X kvadratı plus 4x plus 4.
Aha, bunu vurub atıram bir belə. 2x kvadratı plus 12x plus 18 çıx 34. Bunun da işarəsini dəyişib bunların hamısını keçirdirəm bu tərəfə. Bərabərdir 0. 2x kvadratdan x kvadrat çıxanda x kvadratı. 12x-dən 4x çıxanda 8x. 18-dən 34 çıxanda mənfi 16. Mənfi 16-dan 4 çıxanda mənfi 20 bərabərdir 0. Burada isə hasili mənfi 20 eləməlidir. Cəmi isə əks işarə ilə B, yəni mənfi 8 eləməlidir. Bu hansı ədədlərdir? Bayaqki kimi alındı da, yenə də eyni şeydir. Mənfi 10-la 2-dir köklərimiz. İndi isə kiçik kökünü istəyir, kiçik kökü mənfi 10 eləyir. Elə bayaqki tənlik idi də, bir də yazdıq. Prosta 34'ü bu tərəfə keçirdib yazıbdı. Yəni eyni tənlikdir. 79'da kəsrin məxrəci sürətindən 16 vaid böyükdür. Nə deyir? O kəsri yazaq. Məxrəci sürətindən 16 vaid böyükdürsə, sürətə x desəm, məxrəc olacaq x plus 16. Onu ixtisar edəndən sonra 5'də 4 alınır. Deməli 5'də 4'ə bərabərdir. Tənasüblə həll edək. Belə çarpaz şəkildə vururam. 5x-ə 5x, 4'ü x-ə 4x plus 4'ü 16'ya vuranda 64. 4x keçir bunun yanına. 5x çıx 4x olur. 5x-dən 4x çıxanda x eləyir. X olur 64. İxtisara qədər ki kəsri soruşur bizdən. Gətirib qoyuruq yerinə. 64 tapmışıq da ixtisara. Bunlar nə eləyir? 64'ün üstü 16 gələndə 80 məxrəc eləyir. Sürətdə 64 edir. 80'də 64 olur. Cavab C bəndi. Tənliyin kökləri cəmini tapın. Bunu vurub atıram əvvəlcə hamısını. X-i x-ə vuranda x kvadratı. X-i 4'ə vuranda 4x. 2-ni x-ə vururam 2x. 2-ni 4'ə vururam 8. Bax, hamısını bir-bir vurdum açdım. Bu x plus 2-ni də keçirdirəm işarəsini dəyişib sol tərəfə. Çıx x, çıx 2. X kvadratı yerində qalır. 4x üstə gəl 2x, 6x. X-də çıxanda 5x. 8 çıx 2, müsbət 6 bərabərdir 0. Köklərin cəmini istəyir. Köklərin cəmi əks işarə ilə x-in qarşısına duran rəqəmdir. Yəni B-dir. Olur mənfi 5. Yəni mütləq əks işarə ilə götürün. Burada müsbət 5-dir, deməli cəm mənfi 5-dir. Burada da həmçinin vurub atsaq, bir-bir hamısını vururam. X-i x-ə vuranda x kvadratı, x-i 2-yə vuranda 2x, 3-ü mənfi x-ə vuranda mənfi 3x, mənfi 3-ü 2-yə vuranda mənfi 6. Bu x çıx 3-ü də işarəsini dəyişib keçirdirəm bu tərəfə. Bərabərdir 0. Yəni mənfi x üstə gəl 3 olaraq keçir. X kvadratı mənfi 2x 3x eləyir mənfi x. Mənfi x-ə çıxanda mənfi 2x. Mənfi 6 üstə gəl 3 eləyir mənfi 3 bərabərdir 0. Kökləri cəmini istəyir. Kökləri cəmi əks işarə ilə x-in qarşısında durandır. Yəni 2-dir. Doğru cavab B bəndi. 82-də də tənliyin köklərinin cəmini istəyir. Bu hasildir. Yəni vurub açmağa burada ehtiyac yoxdur. Əslində vurub açıb x-in qarşısına duranı da tapa bilərsiniz. Və yaxud da hasil nə vaxt 0 olur? Vurublardan hər hansısa biri 0 olarsa. Bir dəfə bunu 0-a bərabər edəcəm. X bərabər olacaq 4'ü 5'ə böləndə 0,8. Bir dəfə də bunu 0-a bərabər edəcəm. X bərabərdir mənfi 8. Bir kökü mənfi 8'dir. Bir kökü 0,8'dir. Cəmini istəyir də. Mənfi 8'in üstünə 0,8 gəlir. Mənfi 7,2. Doğru cavab B bəndi. Belə. Baxaq növbəti səhifəyə. P parametrinin hansı qiymətinə tənliyin köklərinin qarşılıqlı tərs ədədlərdir? Tənliyin kökləri qarşılıqlı tərs ədədlərdirsə, qarşılıqlı tərs ədədlərin hasili həmişə 1 olur. Yəni bir x-dirsə, biri 1 bölü x-dir. Bunların hasili təbii ki, nə olacaq? İxtisar gələcək 1 qalacaq da. Yəni qarşılıqlı tərs ədədlərin hasili 1 olduğuna görə, deməli tənliyin köklərinin hasili 1 olmalıdır. Tənliyin köklərinin hasili nədir? C-dir də. Yəni mənfi 3p plus 4 1-ə bərabər olmalıdır. Buradan mənfi 3p bərabərdir. 4 işarəsini dəyişib keçirib bu tərəfə. 1 çıx 4 mənfi 3. P də bərabərdir. Mənfi 4 bölündə 1. Deməli P-nin 1 qiymətində. Doğru cavab A bəndi. 84-də də P parametrinin hansı qiymətinə tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir. Yenə də eyni şəkildə. Köklər qarşılıqlı tərs ədədlərdirsə, deməli onların hasili 1-ə bərabərdir. Burada hasil nədir? Yəni sərbəst nədir? Nədir? 2p plus 5-dir. Bərabər olmalıdır 1-ə. 2p bərabərdir 1, 5-i keçirdirəm bu tərəfə. 1 çıx 5 mənfi 4. P də olur mənfi 4-ü mənfi 2-yə böləndə eləyir mənfi 2. Doğru cavab D bəndi.
Tənin köklərinin cəmini tapın. Burada tənliyin vurub açıb da tapa bilərsiniz V-yə görə. Bax, bunu yazsam x kvadratı çıx kök altda 10x bərabərdir 0. Tənliyin köklərinin cəmi x-in qarşısında durandır. Əks işarə ilə x-in qarşısında durandır. Burada mənfi kök altda 10 durubsa, tənliyin kökün cəmi deməli kök altda 10-dur. Burada da həmçinin vurub açsaq belə olur. Tənin köklərin hasilini istəyir. Tənin köklərin hasili isə sərbəst həddir. Yəni x-in qarşısındakılar deyil də, sərbəst həddir. Görürsünüz, burada x-in sərbəst hədd yoxdur. X kvadratı var, x var, sərbəst hədd yoxdur. Deməli, köklərinin hasili 0-dır. Doğru cavab A bəndi. 87-də A parametrinin hansı qiymətində tənin 2 bərabər kökü var? Tənin 2 bərabər kökü nə vaxt olur? Diskriminant 0-a bərabər olarsa. Diskriminantı gəlin buradan hesablayaq. B kvadratı, yəni 144 çıx 4AC. C də mənfi A olduğuna görə üstə gəl 4A oldu. Bərabər olmalıdır 0-a. 4A bərabərdir 144 keçir bu tərəfə mənfi 144 olur. A da bərabərdir mənfi 144-ü 4-ə bölürük mənfi 36. Deməli, A-nın mənfi 36 qiymətində burada diskriminant 0 olacaq və bu zamanda 2 bərabər kökü olacaq. 88-də də M parametrinin hansı qiymətində tənliyinin 2 bərabər kökü var. Tənliyin 2 bərabər kökü olması üçün yenə də diskriminant 0-a bərabər olmalıdır. Diskriminantı yazaq. B kvadratı D1 ilə yazaq da. D1 ilə daha rahatdır. D1 nədir? D1-in düsturunu deyim. D1 B-nin yarısının kvadratı çıx AC-dir. Yəni D1 ilə yazmaq istəsəz. Bu B-si cüt olan ədədlər üçün yaxşıdır. B-si görürsünüz 2M-dir, cütdür də. 2M-in yarısı M-dir. Deməli, M-in kvadratı çıx 4AC, çıxıq AC. C burada mənfi M çıx 2-dir. O mənfi bunu üstə gəl eləyir. M çıx 2. Məsələn, gözün necə rahat yazıq. Bərabərdir 0-a. M parametrinin hansı qiymətində istəyir? Gəlin buradan M-in qiymətlərini tapaq da. V-ilə tapsam. M1 plus M2 əks işarə ilə M-in qarşısına duran, yəni mənfi 1 olmalıdır. M1 vur M2 isə sərbəst ədəd, yəni C mənfi 2 olmalıdır. O hansı ədədlərdir ki, hasili mənfi 2-dir, cəmi mənfi 1-dir. Mənfi 2 ilə 1 də, mənfi 2 ilə 1 olmalıdır ki, hasili mənfi 2 eləsin, cəmi də mənfi 1. Doğru cavab E bəndi. 89-da 73-ü hansı natural edə bölmək lazımdır ki, qismət böləndən 3 vahid böyük. Mən burada belə yazaq. 73-ü hansı natural edə bölmək lazımdır ki, x bilmirəm də nəyə bölür. Qismət böləndən 3 vahid böyük olsun. Qismət böləndən 3 vahid böyük. Deməli, qismət x plus 3-dür. Qalıq isə böləndən 4 vahid kiçik olsun. Deməli, qalıq da x çıx 4-dür. Bölən x-də da 4 vahid kiçik, x çıx 4. İndi bölünən necə tapılır? Qisməti vururuq bölənə, yəni x-a, üstünə gəlirik qalığı, yəni x çıx 4-dür. Bərabər olur 73-ə. Hesablayaq. X-i vururam x-a, x kvadrat, x-i vururam 3-ə, 3x, plus x çıx 4, bərabərdir 73-ə. X kvadratı, 3x-in üstünə 4x, 3x-in üstünə x gələndə 4x, 73-ü də bu tərəfə keçirsək, mənfi 4 çıx 73, mənfi 77. Nə istəyir? Hansı natural edə bölmək lazımdır ki, M-i tapmalıyam da, x-i tapmalıyam da. Diskriminant D1 ilə eləsək, 4-ün yarısı 2, kvadratı 4 plus C, 77. Oldu 81. Mənfi 2 plus 9 böl yoxdur. D1-dən getdi yaxı, 7. Deməli, 7-yə bölmək lazımdır. Doğru cavab 7 E bəndi. 90-da da 87-ni hansı natural edə bölmək lazımdır ki, qismət böləndən 2 vahid böyük, qalıq isə böləndən 1 vahid kiçik olsun. Yenə də eyni cür yazacağım. Burada 87-ni bölürəm. Qismət böləndən 2 vahid böyük, yəni x plus 2 olsun. Qalığı isə böləndən 1 vahid kiçik, yəni x çıx 1 olsun. Tənliyimizi quraq. X-i vururam, x plus 2-yə, üstünə gəlirəm qalığı, bərabər olur bölünənə, yəni 87-yə. Vurub açsaq, x-i x-ə vuranda x kvadratı, x-i 2-yə vururam 2x, plus x çıx 1, 87-ni də keçirdirəm bu tərəfə, çıx 87. Bərabərdir 0-a. X kvadratı 2x-in üstünə x gələndə 3x, mənfi 1-dən 87 çıxanda mənfi 88.
bərabərdir 0-a. Diskriminant bərabərdir b kvadratı, yəni 3-ün kvadratı 9, üstə gəl 4 vur 88. 32, 362 oldu. Düz vurduq. 4-ə vurdum da. O 32, yox. 4'e vurdum. 32. 2 yazdım. 3 yadda. Yine 32. 352. Toplayanda 361. X1 de beraber olur. Mənfi 3 plus 361'den kök çıxardıram. Olur deməli 19 bölünsün 2. 19'dan 3 çıxanda 16 bölü 2, bu da olur 8. Deməli bu ədəd yəni 8'dir. 8'e bölmək lazımdır. Doğru cavab B bəndi. 91. X-in hansı qiymətində 3 ədəsi 8'e bərabər qiymət alır? 8'e bərabər qiymət alırsa bərabər edir 8'e də. Və buradan həll edək. Olur x kvadratı çıx 2x çıx 7, 8 də bu tərəfə keçirsəm, çıx 8 bərabərdir 0. X kvadratı çıx 2x, mənfi 7-dən 8 çıxandım, çıx 15 bərabərdir 0. Təniyin köklərinin cəmi mənfi 2 eləməlidir, yox, cəmi müsbət 2 eləməlidir, hasili mənfi 15. Hansı ədədlərdir? Mənfi 5 ilə, yox, cəmi müsbət 2 eləməlidirsə 5 ilə mənfi 3. 5 ilə mənfi 3-ün hasili mənfi 15 eləyir, cəmi də 2 eləyir. 5 ilə mənfi 3 D bəndi. Təniyini həll edin. Qüvvətində mənfi var. Birinci bunu ortaq məxrəcə gətirim. Olacaq 3-də 3-ü görəndə 6 çıx x. Qüvvətində mənfi 1 var. Qüvvətdə mənfi 1-i biz necə müsbətə çevirirdik? Kəsin sürəti məxrəcinin yerini dəyişməklə. Olacaq 3 bölünsün 6 çıx x bərabərdir mənfi 2. Tənasüblə vursaq olacaq belə. 3 bərabərdir mənfi 12 üstə gəl 2x. Bax, bu məxrəci 1-dir. Belə tənasüblə vururam. Burada 2x bərabərdir. Mənfi 12 keçir belə. 3-ün üstünə 12 gələndə eləyir 15. X də bərabərdir 15-i 2-yə bölürəm 7,5. X deməli 7,5-dir. C bəndi. 93-də də eyni şəkildədir. Birinci ortaq məxrəci gətirirəm 6-da. 6-nı 3-ə vuranda 18 çıx x. Qüvvətində mənfi 1 var. Mənfi 1-ə bərabərdir. Qüvvətdəki mənfi 1-i yox eləmək üçün kəsin sürət məxrəcinin yerini dəyişirəm. Tənasüblə belə vururam çarpaz şəkildə. Mənfi 18 plus x bərabərdir 6-ya. X də bərabərdir 18 keçir bura. 6-nın üstünə 18, 24. X deməli 24-dür. Doğru cavab D bəndi. Burada da 0,5x-i əvvəlcə belə yazıram. 3 çıx 2-də 1x. 0,5 2-də 1 deməkdir. Üstü mənfi 1, 2. Ortaq məxrəci gətirsəm 2 ortaq məxrəcdir. 2-ni 3-ə vuranda 6 çıx x. Üstündə mənfi 1 bərabərdir 2-yə. Sürət məxrəcinin yerini dəyişirəm bu mənfini yox eləmək üçün. Olur 2 bölünsün 6 çıx x bərabərdir 2-yə. 2 ilə 2 ixtisar getsə 6 çıx x 1-ə bərabər imiş. X də bərabərdir 5-ə. X olur 5 E bəndi. 95-də də eyni şəkildə qüvvətdə mənfi olduğuna görə o mənfini yox eləmək üçün 1 bölünsün şəklində yazırıq. 1 bölünsün 2x çıx 1 yazıram. Bərabərdir 0,5-də nə deməkdir? 2-də 1. Belə vururam çarpaz şəkildə. 2x çıx 1 bərabərdir 2-yə. 2x bərabərdir 2-nin üstünə 1 gəlirəm 3-ə. X də bərabərdir 3-ü 2-yə bölürəm. 1,5 olur. X-in qiyməti C bəndi. Növbəti sual. Burada məxrəcləri ixtisar edə bilərəm. Lakin nəzərə almalıyam ki, x plus minus 5 qiymətini almamalıdır. Nə mənfi 5-i, nə müsbət 5-i almamalıdır. Çünki məxrəci sıfıra çevirəcək. Rasional tənlikdə demişik ki, məxrəc sıfır ola bilməz. İndi deməli sürətlər bərabərdir də. Sürətləri bərabər edirəm və tənliyi həll edirəm. X kvadratı plus x 3x keçir bura olur plus 3x 45 də keçir bura çıx 45. X kvadratı x-in üstünə 3x gələndə 4x çıx 45 bərabərdir 0. Deməli elə ədədlər tapmalıyam ki, viyyətə görə hasili mənfi 45 eləsin, cəmi də mənfi 4 eləsin. Mənfi 9, 5.
Hasili mənfi 45 eləyir, cəmi də mənfi 4 eləyir. 5-i götürə bilmərək dedik, məxrəci sıfıra çevirdiyinə görə cavab olur mənfi 9. Tənin köklərin cəmini tapın. X kvadratı, burada başda kvadrat varsa, deməli x plus 7 bir dəfə bərabər olacaq 4-ə, 16-dan kök çıxardıram da. Bir dəfə də bərabər olacaq mənfi 4-ə. Və həll edirəm. X bərabərdir 4-dən 7 keçəndə bu tərəfə çıx 7 olur da. 4 çıx 7 mənfi 3. Burada isə bu keçir bu tərəfə mənfi 4 çıx 7 mənfi 11. Deməli tənin bir kökü mənfi 3-dür, bir kökü də mənfi 11-dir. Cəmini istəyir mənfi 14. Doğru cavab E bəndi. Burada əsasları eyni olan qüvvətlərdir. Qüvvətlərinin hasildirsə qüvvətlərini toplayıram. X üstü 2-də 4 bərabərdir 16-ya. X kvadrat bərabərdir 16-ya. X nə olur? Plus minus 4 olur. Lakin biz mənfi 4-ü götürə bilmərik. Niyə götürə bilmərik? Çünki kəsr üstü qüvvətlərdə məxrəc nədir? Əsas mənfi ola bilməz. Ona görə də mənfi 4-ü götürə bilmirik. Görsən, burada kəsr üstü qüvvətlər verilib. Onların əsası mənfi ola bilməz. Ona görə də müsbət 4-dür. C bəndi. 99-da M parametrinin hansı qiymətində təninin kökü mənfidir? Tənin kökü nədir? Tənin kökünü tapaq da. X-i tapmalıyam da. M çıx 1 böl 4-dür də tənin kökü. Mənfidir deyirsə kiçikdir 0 götürürəm. Deməli M çıx 1 0-dan kiçik olmalıdır. M 1-dən kiçik olmalıdır. Mənfi sonsuzluq 1 D bəndi. Köklərini veribdir. Kök hətta 12, mənfi kök hətta 3 olan çevrilmiş kvadrat tənliyi göstərin. Köklərini veribsə, köklərin cəmini və hasilini tapa bilərəm də. X1 plus X2, kök hətta 12, çıx kök hətta 3-dür. Niyə çıx oldu? Çünki X2 mənfidir. Toplamağı çıxmaya çevirdi də. Kök hətta 12, 4 vur 3 kimi yazsaq. 2 kök hətta 3 deməkdir. 2 kök hətta 3-dən kök hətta 3 çıxanda qalır kök hətta 3. Deməli, tənliyi köklərin cəmi kök hətta 3 olmalıdır. Köklərin hasili də bunların hasili olmalıdır da. Bu eləyir mənfi kök hətta 36. Bundan da 6 çıxır da. Mənfi 6. Köklərin hasili, yəni sərbəst ət yerində mənfi 6 durmalıdır. Köklərin cəmində kök hətta 3-dürsə, x-in qabağında mənfi kök hətta 3 durmalıdır. Əksi durmalıdır. O da olur mənfi kök hətta 3 A bəndi. Görürsünüz, köklərin hasilində mənfi 6 durub. Burada da mənfi kök hətta 3 durub. Deməli, cəmi kök hətta 3-dür də. 101-də. Təninin bir kökü P olarsa ikinci kökünü tapın. Bir kökü P'dir. Təninin bir kökü P'dirsə, biz köklərin cəmini də bilirik də. Təninin köklərin cəmi viyyətə görə P'nin qabağında duran əksidir. Yəni mənfi P'dir. Bir kökünü də bilirəm P'dir. Gəlin bunun yerində P yazaq. Onda x1 nə olacaq? Mənfi P çıx P, mənfi 2P. Deməli, bir kökü mənfi 2P'dir, bir kökü də P'dir. Və onların hasillərini də bilirəm. Bax, mənfi 8-dir. Onda hasillərini tapaq. Mənfi 2P vur P, mənfi 8 olacaq. P kvadratı 4 olacaq. Mənfi 8-i mənfi 2'ye böldüm. P də olacaq plus minus 2. Sadəcə bizə deyir ki, P müsbətdir. Ona görə mənfi 2-ni yox, müsbət 2-ni cavab olaraq götürəcəm. İkinci kökünü istəyir. İkinci kökünü istəyirsə, ikinci kökü mənfi 2P'dir də. Mənfi 2 vur 2, mənfi 4 olacaq. Doğru cavab A bəndi. Baxaq növbəti suala. 102-ci sualda isə deyir ki, təninin bir kökü 2K'dır. Təninin köklərinin cəmini bilirəm. X1 plus X2 bərabərdir. Əks işarə ilə X-in qarşısına duran, yəni mənfi K. Bir kökünü də bilirəm ki, 2K'dır. Bir kök 2K'dırsa, gətirib birinin yerində 2K qoyacağım və digər kökünü tapacağım. Mənfi K çıx 2K. Mənfi K'dan 2K çıxanda mənfi 3K. Deməli, bir kökü mənfi 3K'dır, bir kökü də 2K'dır. Onların hasillərini də bilirəm ki, mənfi 6'dır. Vuraq 2K bir köküydü, mənfi 3K da opsi köküydü. Vuranda eləyəcək mənfi 6. Eləyəcək mənfi 6K kvadratı bərabərdir mənfi 6. Hər tərəf mənfi 6'ya böləndə K kvadratı 1 olacaq, K da olacaq plus minus 1. Sadəcə bizə şərt verir ki, K mənfidir. K mənfidirsə müsbət 1'i yox, mənfi 1'i götürürük. K deməli mənfi 1'dir. İkinci kökünü istəyir. Tənin ikinci kökü nə idi? Bir kökünü bizə vermişdi 2K. Digər kökünü də biz tapdıq ki, digər kökü mənfi 3K'dır. Gətirib K'nın qiymətini yerinə qoyuram. Mənfi 3 vurulsun mənfi 1 eləyəcək. Cavab 3. Doğru cavab 3 D bəndi. 103-də təninin neçə həqiqi kökü var? Bunu diskriminantla tapacağıq da. Diskriminantı hesablayaq.
B kvadratı, yəni 6-nın kvadratı 36 çıx 4AC. 4-ü 12-yə vuranda 48. Diskriminantımız mənfi oldusa, deməli tənliyin həqiqi kökü yoxdur. Diskriminant mənfi olanda tənliyin həqiqi kökü olmur. Diskriminant müsbət ədəd olarsa tənliyin 2 həqiqi kökü olur. Diskriminant 0-a bərabər olarsa tənliyin 2 bərabər kökü olur. Yəni bir dənə kökü olur. Kvadrat tənliyi ilə eyni güclüdür. Bu kvadrat tənliyi əvvəlcə biz sadələşdirməliyik ki, onunla eyni güclü olan kvadrat tənliyi tapa bilək. Sadələşdirirəm. Vurub açıram. 2x plus 100, 2x çıx 100. A kvadratı çıx B kvadratıdır da. Onda olacaq 2x-in kvadratı, yəni 4x kvadratı, çıx 3-ün kvadratı, yəni 9. Buranı da vurub açsam, üstə gəl 2x-in kvadratı, üstə gəl 6x, üstə gəl 5. Bərabərdir 0. 4x kvadrat üstə gəl 2x kvadrat edir 6x kvadratı plus 6x mənfi 9-un üstünə 5 gələndə mənfi 4 bərabərdir 0. Hər tərəfi 2-yə bölsəm 3x kvadratı plus 3x çıx 2 bərabərdir 0. Məsələn, B bəndi görsünüz, elə həmin tənliyi, bizim aldığımız tənliyi veriblər. Deməli, eyni güclüdürlər, yəni kökləri eyni olacaq. Növbəti 105-də əvvəlcə ortaq məxrəcə gətirirəm. Bunun məxrəci 1-dir, ortaq məxrəc 5-dir. Olacaq x kvadratı üstə gəl 4x, üstə gəl 5-i 2x vuranda 10x bərabərdir mənfi 4,8. Hər tərəfi 5-ə vururam ki, məxrəcdən azad olum da. X kvadratı 14x-in üstünə 10x gələndə üstə gəl 14x eləyir. 5-i də vuranda mənfi 4,8-də mənfi 24 eləyir də. 24. Bir tərəfə keçirsək, x kvadratı üstə gəl 14x, üstə gəl 24 bərabərdir 0. Tənliyi həll edin. Cəmi mənfi 14 eləməlidir köklərin cəmi. Viyyətə görə. Köklərin hasili də S-yə, yəni 24 eləməlidir. O hansı ədədlərdir ki, cəmi mənfi 14, hasili 24 eləyir. Mənfi 2 ilə mənfi 12-də. Mənfi 2 ilə mənfi 12, hasili 24 eləyir, cəmi də mənfi 14. Doğru cavab E bəndi. Və 106-ya da baxaq. 106-da əvvəlcə bir ədəd bunu sadələşdirək, sonra vuraq. Vergülləri atdım. 2-yə ixtisar edirəm. 11 burada, 6 burada. İndi tənasüb kimi belə vururam. 6x plus 6-nı 0,2-yə vuranda 1,2. 11-i vururam x-a 11x. Çıx 11-i vururam 0,2-yə. Edir. Deməli 11 2-yə 22. Vergül də atsaq 2,2. İndi 6x, 11x, 6x keçirdirəm bunun yanına, çıx 6x eləyir. 1,2 burada dursun, mənfi 2,2-ni də keçirdirəm onun yanına. 11x-dən 6x çıxanda 5x bərabərdir. 1,2-nin üstünə 2,2 gələndə 3,4. 3,4-ü bölürəm 5-ə, 0,68. 0,68. Doğru cavab A bəndi. Belə, bu mövzudan 106-ya kimi bu videoda izah elədik. Növbəti misalların da həllini digər videoda izahını paylaşacağım. Bu videomuzda bu qədər. Sağ olun.